رسول الله إنا لك فاض الشوق منا فصلاة وسلام كل من مشتاق حالنا يا حبيبي يا محمد يا شفيعي حين نحشى وكفانا القول فخرا نحن من أمة أحمد. Allahın sonsuz lütfu ilə mübarək Ramazan ayının bu fəzilətli günlərində Qəzzənin yaralı qəlbi olan Cəbəliyyə düşərgəsindəyik. Dağıntılar və ağır çətinliklər içərisində təhsil almağa, həyata tutunmağa çalışan balalarımızın üzünü güldürmək üçün buradayıq. Bugün Əl-Baraka Fondunun xeyirxah dəstəyi ilə şagirdlərimizə məktəbli çantalarını təqdim edirik. Uca Allahdan diləyirik ki, bu müqəddəs ayda edilən duaları və bu xeyir əməlləri bizdən və sizdən qəbul buyursun. Qəzzə zolağındakı məsum uşaqlara arxa duran, onlara ümid olan bütün xeyriyyəçi qardaş və bacılarımızdan Allah razı olsun. Rəbbimiz ruzinizə bərəkət versin. Dualarımız sizinlədir ki, Qəzzə xalqına qarşı qəlbinizdəki bu mərhəmət və sevgi daim yaşasın. Allah xeyrinizi qəbul etsin. مشتاق حالنا يا حبيبي يا محمد يا شفيعي حين نحشى وكفانا القول فخرا. Mərhəmətli və rəhimli Allahın adı ilə 1-ci və 2-ci sinif şagirdlərimiz adından Əl-Baraka Fonduna təşəkkür edirik. İnsanların ən xeyirlisi, başqalarına faydalı olanıdır. Bugün yalnız kiçik yaşlı uşaqlarımız tədris vəsaitləri ilə təmin olundu. Lakin 9-cu sinifə qədər digər şagirdlərimiz də bu yardımı gözləyir. Ümid edirik ki, xeyirxah insanlar bu missiyanı tamamlayacaqlar. Allah əməllərinizi qəbul etsin və sizi xeyirlə mükafatlandırsın. Bizə göndərdiyiniz bu gözəl çantalar üçün çox təşəkkür edirik. Ramazan ayında bizi sevindirdiyiniz üçün Allah sizdən razı olsun. Əl-Baraka Fonduna və bütün böyüklərimizə dualar edirik. Sizi çox sevirik.